Hər kəsə salam, sabahınız xeyirli, gününüz uğurlu olsun inşallah. Mənim əziz, dəyərli izləyicilərim, gözəl xanım izləyicilərim, hər birinizi 8 Mart Qadınlar Bayramı münasibəti ilə təbrik edirəm. Yaxşı ki varsınız. Hər birinizi çox sevirəm. Mənim ürəyimsiz, gözəl bacılarımsınız, dostlarımsınız. Yaxşı ki sizin kimi gözəl, dəyərli izləyicilərim var. Hər birinizi təbrik edirəm səmimi qəlbdən. Allah sizin həmişə üzünüzü güldürsün. Daima xoşbəxt olun. Əgər subay olan izləyicilərimiz varsa, Allah sizə gözəl ailə, gözəl övlad qismət etsin. İçərisində ailəli olanlar varsa, Allah daima sizi xoşbəxt etsin. Sizi çox sevirəm. İndi isə dostlar, bugünkü vlogumuz haqqında danışmaq istəyirəm. Bugünkü vlogumuz gedirik inşallah Allahın izni ilə Şuşaya. Qaynatan bizə 8 Mart hədiyyəsi olaraq aparır. Dedi nə istəyirsiniz? Biz də qaynanamla, həm tacirin nənəsi, həm mən düşündük nə deyək, yəni bizim ürəyimizcə olsun. Bizim üçün ən gözəl bayram Şuşada qeyd etməkdir. Şuşadır, Xankəndidir, bu tərəf, yəni Ağdamdır. Bu zonalara gedir. İnşallah hər birini tam şəkildə çəkib sizlərlə də bölüşəcəm. İnşallah ki bəyənərsiniz. Təbii ki oralar bizim üçün bir dəfə getmişəm, orada olmuşam, bir dəfə getmişəm, ikinci dəfə gedirəm. Amma tez tələsi oldu birinci dəfə gedəndə. Oraları o qədər çox sevdim ki, həqiqətən də çox gözəldir. Yəni ora gedən gəlmək istəmir də, çox möhtəşəmdir. İnşallah gedək, hər birini tam şəkildə sizlərlə bölüşəcəm. Elə bil ki siz də mənlə gəzirsiniz də dostlar. Əgər oranı gedib görə bilməyənlər varsa, hər tərəfli çəkib sizlərlə bölüşəcəm. Getdik. 2 maşın gedirik dostlar. Qaynatam gir qarşıdadır. Biz də arxadan gəldik. Tayfun. Bu da sizə Tayfun. Tayfun gəlib. Tayfun. İzləyicilərimizi bir salamla görək. Salam olsun hamısına. Azərbaycandakı bütün qızları təbrik edirəm. Allah hamısının canını sağ eləsin. Tək qızlar yoxdur. Yəni böyüklər var. Böyükləri də təbrik edirəm. Öpürük əllərindən. Əllərindən öpürəm. Allah hamısının canını sağ eləsin. Sənin için də brat. Sağ ol brat. Aşkım yatırsan. Yoxun gəlir sənin. Meliskamın ilk 8 Martıdır. Bilirsiniz. Gəlmişəm ona hədiyyə almağa. Almasam yəni olmazdı. Çünki ilk 8 Martıdır. Böyüyəndə inşallah özü baxar. İndi balaca olsa da, amma böyüyəndə baxar. Görüm nə tapıram buradan onu almağa. Baxın Meliskaya aldıqlarım. Hələ burada bir var. Sonra bir dənə belə oyuncaq aldım. Yolda başını qaçdım. Görün mənim aldıqlarımı siz alın. İlk 8 Mart göstərəm rəyəndir. Bir də belə keçək tapış almışam. Böyük oyuncağın yaxından göstər. Melis ilk 8 Mart'ın mübarək. Gəldik çatdıq Ağdama. Bu Ağdam yazısından o tərəfi hamısı alınmış torpaqlarımız idi. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin sayəsində bu torpaqlara addım ata bilirdik. Deməli dostlar, postu keçdik, portallarımızı yoxlatdırdıq. Ağdamdayıq. Maşallah olsun. Evlər hamısı tikilib. Buradan olan varsa yazsın kommentdən. Allah bütün şəhidlərimizə rəhmət eləsin inşallah. İstədim dostlar buramı sizlərlə bölüşüm. Anacan azahlı, ürəyini dağlı, gələnmədi oğlun, məni bağışla. Şəhid oldu oğlun, görəmədin toyun, sil gözün yaşındı ki, vətən sağ olsun. Gözü yaşlı yarim, qalmayıbdı halim, bu dünyadan köçdü sevgili yarim. Belə olsun bil ki, istəməzdim mən də, üzülməzdin sən də, məni bağışla. Nə olar sevgilim, sil gözün yaşını, sən dik tut başını, vətən sağ olsun. Bitəcək həsrətdə, sevgilim əlbəttə,
Qovuşar cənnətdə sevənlər bir gün. Melis'in babası Melis'i götürdü. Dedi mən də getsin. Buradan bura darıxır. İndi onların maşınında gedir. Biz də Tacirdir mənəm, qaynımdır. Bir də Tacirlə biz olub bir gedirik. Dostlar, gəldik, çatdıq Xankəndiyə. Dostlar, buradan mənzərəyə baxın. Çox gözəl görsənir. Gidip gözəl yerə qabaqda. Hə, qəşəng yerlər çəkəcəyik. Hadi. Salam. Nənəmiz də gəl. Nənəyə hal oldu. Nənə buranın yüzü qoxdu. Getdik. Melis də maşında bu arada yatır. Eyha. Qaynanam. Tayfur. Necədir vəziyyət qardaşım? Belə də. Deməli, kardeşimlə Nənə ilə Tacir düşür. Qardaşımla da mən. Melis də yatıb, dostlar. Maşayı çəkmə. Amiləri bu ayrı. Çəkmədin sən? Samira çək. Gələk çəkərdim mən sən. Gedək o tərcik, ora qəşəng. Bu da Getdik. Ulan qalxmaq. Hə, qalxmaq çox çətin oldu amma. Nənəmə hal aldı. Nənəm necə qalxdı? Maşallah, maşallah. Mən əziyyət çəkdim buranı qalxana kimi. Nənəm, nənə? Gördünüz də dostlar. Deyirsən köysən. Dostlar, indi gedirik. Ay Melis. Hara gəlmişsən sən? Balam Xankəndindədir. İndi gedirik Şuşaya. Həm Şuşaya gedirik ya buradan. Yox, biz Xankəndiyə gələcəyik, sonra qalxarıq Şuşaya. Hə, indi Xankəndinə gedirik, sonra da Şuşaya. Getdik. Ay Melisi. Hara gedirsən sən? Gəl, getdik Samka. Getdik. Ya Allah. Bu seni ömrüm qurban. Dostlar, bir dənə Xankəndinin gözəlliyinə baxın. Burada səsi kəsdim, üstünə səsləndirmə edirəm ki, çünki çox qıj-qıj var idi. Yəni küləyin səsi çox idi deyə istədim belə səsləndirim ki, rahat şəkildə dinləyə biləsiniz. Bura yəni çox təmizdir. Qız. Qızım. Ha qızım. Qızım. Dostlar, buraları da görməyənlər üçün çəkib bölüşürəm. Deməli dostlar, burada bütün mağazalar var, salonlar var. Yəni çox qəşəng şərait var. Biz birinci gələndə yaşayış bu qədər çox değildi, amma indi daha çox olub. İnanırsınız, burada dostları, tanışları gördükcə çox ürəyim açılır. Bizim öz dostlarımız, tanışlarımız da burada yaşayır. Həqiqətən də çox gözəl, çox səmimidir. Bu arada tanımadığımız insanlar da var ki, çox səmimi bizi qarşıladılar. Yəni bir sözlə bura getməmisinizsə mütləq və mütləq gedin. İnanıram ki, çox bəyənəcəksiniz, çox zövq alacaqsınız. Yəni həqiqətən də buranın həsrətində olanlar indi bilirəm ki, nələr çəkirmiş. Belə tam ətraflı da çəkib sizlərlə bölüşürəm ki, yəni getməyənlər varsa daha ətraflı görsün. Bura Xankəndinin şəhəridir. Qızlar, Xankəndi o qədər gözəldir. Dəhşət çox qəşəngdir. Yəni çox bəyəndim Xankəndini. İnşallah tam olaraq təmirdən çıxsın, düzəlsin. Tez-tez gedəcəm. Allah qismət etsə burada ev almağı belə yəni düşünürəm. Allahın izni ilə inşallah qismət olar bizə buradan ev almaq. Çox gözəl yerdir. Buralarda da dostlar təmir gedir. Buralar keçən dəfə biz gələndə hələ təmirdə deyildi. İndi təmirə çıxıb, yəni indi təmir olunur. Ay Melis, hara gəlmişsən? Dostlar, buranın gözəlliyinə bir dənə baxın. Çox gözəldir buralar. Çox qəşəngdir. Hələ burada işlər gedir. Meliskanı çəkin dostlar. Dostlar. Yıkarsa sen Allah. Ay Melis. Ay Melis. Hara gəlmişsən sən? Xankəndinə gəlmişsən aşkım. Hə? Nə türdə baxır? Hələ hər yerə baxır görün buralar haradır. Əmi görsən nə gözəldir. Həqiqi çox istidir özü maşallah. Yine bir yaydı. İstidir hə, çox istidir. Tacir askıdadır. Tacir askını istəyir çıxardı. İstəyir askını çıxardı.
Güzelim benim, şekerim benim. Bana gelmiş enişim. Balam gelip gezmeye. Kan kendine gelip gezmeye. Ne kadar güzel. Çok sağ ol. Çok sağ olun hələlik. Hadi gel gidelim. Gidelim indi o bir tərəflər gəzən. Gedərik parka. Gedərik parka. Dostlar, bura Xankəndi Qarabağ otelin yanıdır. İndi gedirik parka Allah'ın izniyle. Oranı da çəkib sizlərdən görüşərik. Uş, Melişkam. Ay Melişkam. Bayaqdan göyə yatırdı. Göyə yatırdı bu qız. Getdik. Öyle baxırsan aşkım. He? Öyle baxırsan. Niye kovmurlar ha burada? Gəncə təndiridə hər yerdə dəyənir deyir. Burada hələ Tacibul bazara girmək olar. Burada da var. Qarabağ Azərbaycandır. Buralar indi təsəvvür edin dostlar. Tam təmirdən çıxandan sonra necə gözəl olacaq. Deməli dostlar, bildiyimiz yolla bağlayıblar yolları. İndi sağ olsun vətəndaşlar yolda görəndə soruşduq. Bir başqa yol göstərdilər bizə. Təmizlik xidmətli var. Hazır maşallah. Deməli dostlar, Şuşaya qalxan yoldur. Xankəndi maşallah görünür böyük şəhərdir. Yuxarı qalxırsa böyüklüyündə onu Dostlar, gəldik çatdıq gözəl Şuşamıza. getdi Şuşaya dostlar. Gedirik ora, qəşəng şəkil video çəkdirək. Amma gələndə keçən dəfə ora qalxmamışdım, indi istəyirəm ora qalxım. Ay Melis. Hara gəlmişsən sən? Tabii nələr bizi gəlir. Ay Melis'im, bir deyəm. Yer qızım. Samir, sən necə baxır qaqa? Əzizlərim, bayaq paylaşdığım Get Kontakt proqramıdır. Mən elə bilirdim bu proqramı bilməyən yoxdur, amma Əmi, sən Allahara uzanmısan, hə? Burada qalın. Nə var sən, əmi? Hə? Şəkilsən? Çəkmirəm. T hərfi yazıblar mən əvəzdən. Qarın qalınlığına. Uy! Nənə? Sənin sözün. Ha, bu yaylığı demirəm, o birisini deyirəm. Orada Melis'in. Bunu saxtasan. O neyinəm? Git tayfirələ, git tayfirələ. Davay can. Tez ol, tez ol. Dəymədi, Samka. Tayfur, sən Allahu gələndə onu qəşək götür. Ay Melis. Qapını yaxşı ört. Aşkım. Yatmış deyir. Nə oldu be? Kalsın elene bak başını yaman güne bassın. Qar elə. Bayağı belimə getdi. Həqi. Samka, sən Allah udarla vur, Samka. Udarla. Vurammayasan da sağ sözüm yoxdur. Üzünə. Ey, vura niyə bilmədin? Tayfun, bu dəfə sən vur. Vura bilməsəz da sözüm yoxdur. Geç sən Allah vur. Ayda nə bir dəydi? Öl yerə gir, sən vura bilmədin. Tayfur, götür gedək tacirə bıraq. Mənə bax, gedək tacirə bıraq sən Allah. Götür. Vura bilsən sən o halalda. Hərəcənin. Namaz götür, biraz böyük elə. Yumru elə. Yumru elə verim ama mən vuracam. Möhkəm. Götür. Gedirəm tacirə vuram. Biraz yükəsin götür. Götürmək olmur da, daş kimidir. İndi al sən məni çək. Gəl bura. Tez gəl. Əlim palçı oldu.
özləyirlər adamı. Tabi şəkil çəkirək. Ay tabi. Ay orada lop keçək var var. Sen kanka. Tam yasa. Tam yasa. Oraya getir. Gördün? Düştü sen lan. Yık yık. Samka. Buradan götür. Orhan nerede bebeği? Ne güzeldi bura. Lazım böyle hiçbirisi içine kalmıyor. Ben vururum. Zarafat başa düşmür hiçbirisi. Senin gördüğün işe. Aha dana qaqa 5 düşdüm sənə. Əmi, necədir nəvəylə gəzmək? Melis'in gezmeyin aileyle geçiyor. Ay Melis. Deyir hə. Akış. Bir de diyelim aynı düşünüyor. Buradan böyle düşüyor. Belə qar vururlar Samka. Mən qəşəng vururum. Yaxşı ki adam azdı, tam olaraq çəkib görüşəbildim sənə. Şakir tərtiblə. Burada qarlıq döşəkdir. Bir rəngli qəşəng şəkil çəkmək. Sonra hoppa. Kaç. Çox yaxın tutma özünə. Kaç. Ha, Melis'im bir dayan. Yaylığı aşağı elə. Qəşəkdir deyim. Melis xala hardadır? Şurada. Melis. Kaç. Ay sonra gelmişsin sen. Hara gelmişsin sen? Suya gelmişsin. Hay? Suya gelmişsin. Bak oraya. İkiye bak. Ya. Yaylığımızı yer düzeldik. Hoppa. Yaylığımızı düzeldik. Melis kan yaylığına. Ay nene. Yorulmuşam. Koymadılar yatasan. He? Koymadılar yatasan. Çok yoruldun sen ha kızım. Boşuna dönüm senin. Basına dönüm senin. Şuşadayıq deməli əziz dostlar. Melis yenə öz narazılığını bildirir. Buradakı evlərə baxın, görün nə maraqlıdır. Buraydı. Deməli market atları. Əvvəl bravo oradaydı. Ayaqçı yer. Yağlara bak. Yox, biz bravo hardan topladıq? Deməli dostlar, sənəcik satdıq. Bravoya. Bravo tərəfləri çox sütülərin su axtarılır. Tapa bilsək, bu evdə deyəcəksin sürüksün. Burada şu sular istəyir. Size de. Baxa, sərin sular haradadır? Devamlı de buraya. Bu da tutar. Bu da biz değerli qadamız. Əmi hansınla? Arıqlamısan qaqa. Hə, Allah haq keçən dəfə çox kökəlmişdi. Özal, cipslərdən nə var? Özal. Hər yerdə dostumuz var da. Gördünüz, gəldik Şuşada. Dostlar, bura baxın, görün nə gözəldir. Binalar çox qəşəngdir. Nəysə, alış-verişimizi elədik. İndi gedirik bulağa.
Dubai şokolad aldım, bilmədim necədir. İndi yoxlayacağam, görüm necədir. Bölüşəcəm sizlə. Təzdən qarınıyor. Amma burada şəkil çək deməli. Gəldik çatdıq İsa Bulağı istirahət kompleksinə. İsa Bulağındayıq. Burada qar çox qəşəngdir. Nə baxın. Bir gedək Tayfun ora görək qar hardandır. Bu tərəfdə dayandırıblar. Amma çox. Ölçə belə ne var? Tayfun'da var. Görün qar hardan gəlir dostlar. Bura bax elə. Buna buz deyil. Hə, neçə gündür qalvaq, təzə qar yumşaq olur. Hə? Təzə qar Neçə yumşaq vaxt olur. qalıb hə? Bir həftənin qardı. Həsənlə bizi qoy oturaq yerimizdə. Bax. Qaçışa bax. Su getirirsən. Qaçışın gördüm. Ağzını ovardı qey. Amma onun ağzını ovda qarla. Deyirsən qanını. Baba gələ fərq. Əvəzin çıxmamış öz ərəmsi oldu kimi. Düz eləyir. Çıx əvəzini. Samkanla qar götürəndə yaxşı. Haqsızlıq məncə də haqsızlıq. Haqsızlıq özdə böyük haqsızlıqdır. Niyə deyinir bu qız? Cips yemək istəyir. Bu boyda dişi var, Melis, görüb ki nədir, burada cips yeyirlər. Nədir, görüb ki burada cips yeyirlər. Buna baxın dostlar. Ben şu an görsədim. Tazə qışqıracaq. Zaryatkam da azdır dostlar. İndi maşında qoyacağım biraz. Yaxşı çəkim. Ay kızım niye değinirsən? Hə həyatım? Hay can. Ölüm qabağında. Ay buracı. Gez bir yana Tayfur. Ay buracı. Ay buracı deyirəm ya. Ay buracı. Buracı. Şeyine kurban oğlum. Tayfur ayağın cırdı suya. Hadi. Buradan gedə bilməz, buradan gedə bilmərik. Amma apara bilməzsən, buradan. Allah yıxılar. Al özün gör. Nənə, özündən müğayyət ol, ged arxamca. Məni tut. O tutuşa gedirik. İnşallah yıxılmarıq. Yavaş. Asta yemi içərəm, yox. Asta yeri kəmər düşər belindən. Görək nənə. Sən uşaqdan qorxsan, mən də səndən. Uşaq əmanət babasındadır. O yaxşı gedir. Ehtiyatlı. Şimdi mən yıxılsam, ardımca da nənə sən. Nənə gör nəsə olum lan. Özüm də sürüncürəm. Sen ayakkabının altı. Deyir saadətdən tut. Yəni mən yıxılım nənə, hə? Məni ucudaza verdi. Saadet bak. Haycan, o vaxt çəkdirmişdik. Orada durmağa yer var idi. Ayağım, birimiz orada durduk, birimiz burada. Allah şəhidlərimizə rəhmət eləsin. Amin inşallah dostlar. Buradan bir su da içək. Allah şəhidlərimizə rəhmət eləsin. İçin görək. Soyuq da Tacir. Həqiqi. Tacir gəmən də içsin. Nuş olsun ürəyim. Amin inşallah. Buralar görün nə gözəldir. Nəysə indi qalxırıq. Gedim Melis'e yemək verin. Deyinir ancaq. Dostlar burada belə bir mənzərə var. Bəh. Samka bəy. Getdik. Ayda kim içərinə bax. Bay. Bayaqdan dayanmadı. Ancaq ağladı. Yemək davası edir.
Dostlar gəldik çatdıq Cıdır düzünə. İndi gedirəm oraları tam olaraq sizə göstərdim. Melis də bu arada yatıb, nənə yanındadır. Gəldik çatdıq. Ayda Tayfur buranın mənzərəsini gözəl. Allah, çıxıb yiyərəm yanına. Gəl Tayfur. Ay dağlar da gəl. Ay dağlar da gəl. Ehtiyatlı ol. Dəli eləmə adamı. Suya salta vura bilərəm. Saadət gəl bər, ay Saadət. Gəl belə. Buraya yaxından göstərməz. Gəl belə dana, gəl belə. Orada düz orada durma. Burada oxusamazı çıxar. Oxu bir dənə görək. Bir şey deməz. Qoy hamı getsin oxuyacaq. Hamı getsin oxuyacaq. Burada bir zil qalxmaq olar. Ay. Bazı, mən ölüm gəl bər, biraz belə. Adam qıraqdan baxanda adam qorxur, gəl belə. Qorxan gözü söpüşür qardaşım. Oo. Şəkilmi çək. Dağların qarı gözəl, bağların barı gözəl. Dağların qarı gözəl, bağların barı gözəl. Bu gözəl vətənimdə gözəldir hər yan gözəl. Gözəldir hər yan gözəl. Bu gözəl vətənimdə gözəldir hər yan gözəl. Gözəldir hər yan gözəl. Nuş olsun Tayfur, nuş olsun. Buradan indi düşürəm aşağı. Əmi, sağ ol. Bir də göz var. Şeydən. Video çəkirəm də ya. Nətər qorxur. Tacir cücürünə gidiyor. Orada kəndə baxayım. Mən sana şükür diyorum. Gedirəm tacirin yanına. Dur ama biraz sürünçək değil. Bence düştü tacir gibi. Sən Niye qorxursuz nə qorxusuz nədir? Hara getsən? Bura baxıram, buranı çəkiyorum. Ha, bura baxıram. Hadi getmədən o sadə divə getsən o toyda. Tacir bırak özüm atacağım. Buralar necə qayalık değil dostlar. Mağaraya bax orada aşağı. Değil ha. Mən tərəfimə çox da yaxınlaşdım. Hanı o tacir? Yaxınlaşma Deyə tacir. gördüm. Mən göstərim deyə bura. Bura hə. Görsən göründü. Göründü parmağın şeydə görünür. Dumanlı dağların başında durdum. Dumandan özüme bir heymə qurdum. Dumanlı dağların başında durdum. Dumandan özüme bir heymə qurdum. Keçdi xəyalımdan öz gözəl yurdum. Dumanlar içində duman göründü, duman göründü. Keçdi xəyalımdan öz gözəl yurdum. Dumanlar içində duman göründü, duman göründü. Deyirlər bülbülə çəmən yaxşıdır, insan üçün laləzar vətən yaxşıdır. Deyirlər bülbülə çəmən yaxşıdır, insan üçün laləzar vətən yaxşıdır. Şair sorma nədən vətən yaxşıdır. Adı gəlcək könlüm dastana döndü, dastana döndü. Şair sorma nədən vətən yaxşıdır. Xudayar tək bir qəhrəman göründü, dastana döndü. Böyle. Değişip üstünü. Cinsini giyinip gelip. 100%.
Əməli dostlar, indi də qəşək burada piano ifa edirlər bizə. Az. Yox, küsübdür Tacir, yaman küsüb. Kimdən küsmüsün? Kimdən küstün? Kim deydi sənin hatırına? Hə? Kimdən küstün? Niyə küstün? Hə? İndi dostlar burada dayanmışıq. Tacirin xalası oğlunu gözləyirik. Gəlir bura Tacirlə görüşmüyor. Hamı görüşmüş bura. Tacir buranı çox sevirsən, hə? Xankəndi mən ən xoşuma gələn yer. Yalandan eləmə. Yalandan eləmə. Özdə maşallah adam çox deyir. Qarmon çalan kişi. Zizi yol. Burada Əsgəran qalasıdır dostlar. Ağdamın girəcəyində girişində olan Əsgəran qalası. Dostlar, qayıdırıq Ağcabədiyə. Gedirik inşallah evə. Allaha şükürlər olsun. Gəldik, çatdıq Ağcabədiyək. Tacir dayısı oğlunu düşürtdü. İndi Melis də düşür burada hava almağa. Yemək vaxtı isti suyu qutarıb. İndi qaqa gətirir isti su. Uş seni qurban. Əmsini də çox istəyir. Əmi, ay əmi, gözəl mehriban əmi. Onun ayaqqabılarına baxın, bəyə qalmışım. Hələ hədiyyəsini verməmişim. İndi evə aparıb hədiyyəsini verəcəm. Hayda, avar yolu, Allah köməklər olsun. Samkıya bax orada, samkıya bax. Hə, çox pis avar yolu bəy. Saat 6-ya qalıb, gəldik axır ki çatdıq. Şükür Allaha, sağ-salamatlıqla gəldik çatdıq. Melis! Aşkım! Ay Melis, 8 Mart'ın mübarək. Balamın hədiyələri. Uş! Bunu daşlarında verirlər, uşaqlıq oyunumuzdur. Bu da itidir, balacı iti. Miskasıdır, bu da paltarıdır. Bu da papuslarıdır, bu da ekkafçıdır. Aşkım, 8 Mart'ın mübarək. Ağıdır. Dostlar, videomuzun sonuna gəldik. Hər birinizə təşəkkür edirəm videomuzu sonacan izlədiyiniz üçün. Yaxşı ki varsınız. Bir daha bütün xanımlarımızı təbrik edirəm. Bu arada mənim hədiyəm Bakıdadır. Tacir almışdı. Əslində mən elə bilirdim ki, daha tez gedəcəyik. O zaman çəkiliş eləyib paylaşmağı düşünürdüm. Sadəcə alınmadı. Yəni burada qaldıq. Çox qəşəng mənə qızıl qolbaq alıb. İnşallah gedəndə onu da sizlərlə bölüşəcəm. Amma Melisə hədiyyələr alındı. Çoxsunu çəkib paylaşmağı çatdıra bilmirəm. Çünki indi videonu sonlandırıram ki, paylaşım eləyim. İnşallah növbəti vlogumda onları da paylaşacağım. Çox sağ olun. Bir daha təşəkkür edirəm. Sonacan izlədiyiniz üçün kanala abunə olmağı, videolarımızı like eləməyi, qayd eləməyi unutmayın. Gedirəm bu arada telefonumu zaretkiyə taxam. Sizi çox sevirəm. Öpürəm sizi. Hələlik.